Arat Əhmədli yenə də kisələrdə arxamızda gördüyünüz bu xanımdan indi müsahibə alacağım. Salam xanım. Xanım salam. Axşamınız xeyir olsun. Bir dəqiqə dura bilərsiniz. Begovoydayım. Buyurun bacı. Axşamınız xeyir olsun. Adınız necə oldu xanım? Mələkə. Mələkə xanım çox gözəl, çox gözəl. Siz Hədiyyə paylaşırsınız. Hədiyyə paylamıram. Çox gözəl dediniz. Yəni çox gözəl idmanla məşğulsunuz və çox gözəldir bu. Gecə-gecə idman edirsiniz. Bulqadayım bəli. Aha, lap gözəl, lap gözəl. Mələkə xanım, ailəlisizmi? Bəli. Nə oldu? Bəli. Kurupunu götürdüm mən. Aha, götürdüm sizi kurupunu. Ailəlisiz. Tamam, nə gözəl, nə gözəl. Ha dedim ki. Dediniz bəli, ailəliyəm. Bəli, ailəliyəm, bəli. Aha, nə gözəl Mələkə xanım. Şəmmədin yoldaşı. Tanıyırsan? Yox, yoldaş. İşıqçıdır yoldaş. Ha, nə gözəl, nə gözəl. Lazım olsa şey eləyə bilərsiniz. Kombi, mombi düzəldir. Kombi, qışda kombi, yayda kondisioner. Ha, nə gözəl, lap gözəl. Qara şəmməd deyirlər. Qara Şəmmədin yoldaşı Mələkə xanım. Bəli. Mələkə xanım sizə sual ünvanlaya bilərəmmi? Tez bazar. Ünvan tanımaram amma deyil. Mələkə xanım, yoldaşınızla ortaq nöqtəmiz nə idi? Mənə onun zəhmət olmasa deyil. Nə barədə? Yəni ümumən yəni yoldaşınızla ortaq nöqtəniz nə idi sizin? Sual qərizdir ya. Sual qərizdir. İndi cavabı gözləyirəm. Onun cavabı ayıbçıdır. Ortaq nöqtəmiz. Onun necə yəni? Sənə də dəxlim var. Yəni mən gözlərimə baxıram. Bir ortaq nöqtə nədir? Gəlin xeyirlərinə belə sual verirsən. Yəni tək sizlə bağlı deyil, bütün xanımlar arasında. Mən cəmaət tapmalıyam. Cəmaət nədir ortaq nöqtə? Aha. Yəni Şəmmədi mən yığın. Şəmmədi niyə? Dosta zəng gəl. Yox be. Nə deyirsən Şəmmədi deyəcək? Mən xanımlardan sorğu-sual keçirirəm əzizim. Yığın. Vay götürməyəcək. Görsən? Hə? Götürmür. Cavab yoxdur ki onda. Vay yazacaq nədir? Mən yığıram yazır nədir? Mən onu yığacağam orada yazacaq nədir? Yığ danışmağı xoşdur. Bu kişilər var. Razgovarivete nada, mesaj nada. Rus sizi bu arada. Dilim beləncə Osetiya yaşamışıq da 3 ay. Aha. 3 ay qaldım, 3 ayda dilimi dəyişdim. Lap gözəl. Ha Şəmməd, ha, zat var lənət Şəmməd. Mənə bax, məni burada bir dənə qız tutub. Biraz gizgürüm yenidir. Hə, mənə o vapros dayet, vapros. Bir səndən ortaq nöqtəm nədir? Ha? Avara qalmış. Şəmməd. Şəmməd, mənim dədəm burada piriçomda Şəmməd. Ay! Atamı niyə söysən ki? Dediniz, mən səni niyə yığıram? Küssən, yox, ortaq nöqtəmiz yoxdur, yaz ora. Kül başını oxuduram, o ortaq nöqtəmiz dedi, sən dədimin zatı bakına. Atam söyledi gecənin bir aləmində. Yoxdur ortaq nöqtə, kül onun da başına. Mənim Şəmmada gedən günümə daşmışaydı. Niyə xanım? Kimi deyir burada. Durun ayağa. Ana durum ayağım yapışdı yerə. Allah bir kimlərin yolunu söydü mənə. Ev yox, heç bir şey. Mən gəldim, tok var imiş, tok düzəldirmiş. Ona görə sizlə belə aqressiv danışdı sizinlə. Aqressiv O nədir? Aqressiv danışmadı, söydü, atamı söydü. Aqressiv nədir? Atamı söydü, anamı söydü, hamı deyir. Bu da vır mesaj yazır. Devam ediyor sonuçta itin kızı, çoban oğlun kızı küçük. Sen olmuşsan üstündeydin gece yardım. Valla bilmədin. Aşım ben yatta kalıram. Şammat, bana dediklerim var ha. Allah'ın olsun kalbimi kırdı. Şammat, bana kulak ortak nöqtemiz yok. Cehennem, senden bundan sonra ortak nöqte de istemiyorum ben. Beni yolda tutup vafros verdiler de vafros bilmedim. Cemaatin eri nelere cevap verir. Sen bir tane bizim ortak nöqtemizi bilmedin. Benim dedem gene gitti. Haya gitti. Haya mı benim kalbim görürsen. Xanım. İtləri bağladılar, Şəmmədi açdılar. Ha? İtləri bağladılar, Şəmmədi açdılar. İtləri afçar. Adın görünə qoymuşam onu. Bax hələ. Belə bax. Yazmışam ürəyim. Ürəyim yazmışam. O mənim adımı nə qoyub? Nə qoyub adımı? Adım yoxdur orada. Nədir? Bir də ev işarəsidir mənim adım. Adım da yoxdur. Dostların, tanışların yanı yəqin qısqanc adamdır. Dostlar tanışlar elə bir bu arvadsızdır. Yatsı ora adımı yədəb çıxar. Yəqin ki qısqanc adamdır. Yəqin ki ona belə özünü ona şey eləmə. Mənfiyə bağlama özünü. Hara bağlayayım? Mənfiyə Mən özümü hara bağlayayım? Sən belə şey danışsan, kökün danışsan. Mənfiyə özünü şey eləmə. Mənfiyə şur almışam. Bazarda qəşəngə soruşur. Şəhərdə və Şəmməd, Kür Şəmmədin badına. Və badına sözsüz. Zırım dadına bax bacı. Çox sağ ol, vallahi sən tova gələ. Kimdir də? Cəhənnəmə Şəmməd. Niyə də?
Çok sağ olun xanım. Şeylemeyi üstten götürürüm Ha? bak. Ye Yok, ağla çok sağ şurada. olun. Valla çok sağ Son olun. süzme diye süzme. Çok sağ olun. Valla Allah rızınızı bol eləsin. Kısa bir damla yüzünden götür. Çok sağ olun. Yok yemirəm. Çok sağ olun. Biraz götür. Valla çok sağ olun. Bilenirsen. Xeyr eləmirəm. Bu parmağımı hiç yere vurmuyor. Yok bilirəm. Heç yerə vurmamışsınız. Çok sağ olun. Hava qaralır. Mənim suallarıma cavab verin. Mən gedim. Hansı şu anda evimizi yıktık cevap verelim. Hansı şu an? Bir damla götür gel. Gel ha. Daha ne Çok diyeceksin? sağ olun. Yaxşıdır. Yarın Çok beni sağ olun. görürsen. Çok sağ olun. Evet. Mən Şimdi diyersen diyetadayım. Ben de bu şor Yok. diyetasındayım da. ona görə fırlanırsınız. Şora özünlə gəzdirirsiniz ki, yiyəsiniz. Ben ürek akır. Akır geliyor. İdmanımda yarıda şor götürürler. Yani İdman şora bakmadı da. Ha bilmirsen. çok Sen bir de güzel. babam gülürsen. Evimize de gülürsen. Şamman ala söyle. Çart. Rokati. Şansıra. Atma bu kadar. Ha yok sözü. Dedi evde seni dağıtacağım. Akır sözü dağıtacağım dedi. Hiçbir şey olmaz. Sen onun kılığına girersen hiçbir şey Harasına girerim? Zırt girerim hele kırığına. Dövüleceğim de. olmaz. Gece Şammat ben senden gözlemezdim. Premoy efirde yüzde. Premoy efirde gitti. Seni çağıraram zarın verilişine. Orada yıkaram süreye. Sürütlerim seni Şammat. Çok sağ olun hanım. Bir kuş oldu. Ha? Bir kuş. İnterneti kurtardı. Lap güzel. Yaxşı oldu məncə. Mani lokat ha. Yok şəkilin Yani görürsünüzsə blok Şammatla atmaz. bizim ortak noktamızda el Bəli. şahidi oldu ki yoktu. Yoxdur. Heç bir şey. Lekkoboydu lekkoboy. Ha? Lekkoboydu Şammat. Ha yani Şammatın bilmez da adamdır. zatlı Bilmez lanet- adamdır yəqin ki. Bir vec adam kişilerin hansı vecavoydu? Ha, Heç biri. hansı? Geçsinler Aha. daldakilere. Ay sağ Onlara ol. geçer Ay, söz sağ ol. bizlere dedenlere söylüyor. Ay Ha. sağ ol. Bir tane bana Ali'yi ver. Gel. Bu ikisi bilimin ortasına dağın etmene bak. Gel, Benim bak. anam da söylemeli kadın ya. Ha niye? Deyir ki yaşlaşsın düzeləcək. Ha Şammadın difirləri tökəndən sonra Ay sağ heç kəsə lazım olmayandan sonra. mənə gələcəksə lazım deyil. Lazım Aha. deyil. Bəli. Oy Şammad Kurgovoy söydünüzü. Cəhənnəmə söyle. Ebiyo çok sağ olun hanım. Var olun. Gəlinlər görsən mənə necə baxırlar. Figurama baxırlar da. Çok güzel. Çok sağ olun. Bakın sizin ailemizə söz söhbət saldım. Vallahi istemezdim. Qələt elədin də bacı. Peşman oldum size yakınlaşmaya. Dala zamanı dala qaytar. Yok qaytarmaq Bu olmur. şoriyen olan olur. barmağım göğünə şey üşüyür. Soxduza xora ona göre. Hara soxdun güzel. Şorun Türkün içinə. masalim Şor- ortacaya aç. Şu təzə açdım. Məndə idman Şöyle edən sağ- can da qalmaz. Çok sağ olun. Sağ olun Belə xanım. baxanda Azərbaycan qadını Bəli. yaxşı insanlar ya, Bəli, dözür bəli, də, çox, çox. dözməsi, hə. Aha. Bu günə qalıb Doğrudur. söyüşən, hər şey Düzdür, eşidirəm. düzdür, düz deyirsən. Şəmmədin zati pakinə lənət. Mənim Düzdür. Şəmmədə gedən qızdım getdim də Şəmmədə. 18 Ay, yaşında çox sağ ol. gözüm qızdı getdim Şəmmədə. Eybi yox, Ha. heç bir şey olmaz. Sağ olun xanım. Hər sağ ol, sualıma cavab verirəm də. Aha. Şəmmədlə mənim ortaq nöqtələrim olmayıb, Bəli. olmayacaq. Toy günümüz zadımız bəlkə ortaq nöqtə demək olar Aha. ona, demək olarsa. Bəli. Eləçinədir. Amma bir də gördün ki Şəmmədlə mənim aramda Sumka getdi, heç sumka bir getdi. ortaq nöqtə yoxdur. Şor deyil, şor, heç nə olmaz. Yaxşı. Sağ olun xanım. Kızım, Başım yolu burası keselim mənim dedim indi. də. Çox sağ olun xanım. Allah razı olsun. Yolu belə Gel. keçmə. Bir işarəyə bax orada yazdım, belə keçmək lazımdır. Neyse. Bədənimi niyə düz tutsa, orada işarə deyil və böyrəməsinə Siz belə keçirsiniz yolu. Yolu belə keçənlərdə. Çox sağ olun xanım. Allah Bizə razı getsin olsun. gəlsən bizə Yox, Şəmmət çox olsun sağ qırğın olacaq. Çox sağ olun. Yox, yox, sağ olun.